Hə, deməli, 41-ci sualda ABD üçbucağını görürük və iki tərəf erdir. Deməli, bu bərabər yanlıdır. Bərabər olan tərəflər arasındakı bucaq təpə bucağı sayılır. 180-dən həmişə təpə bucağını çıxıb 2 yerə bölündə oturacağı iki bucaqları alırlar. 180-dən 20 çıxdıq, 160 yarıya böldük, 80, 80. Bura bütöv 90 idi. 90-dan 20-si getdi, qaldı 70-i. Burada da yazıldığı üçün bu da bərabər yanlıdır. Bərabər tərəflər arasındakı bucaq təpə bucağıdır. 180-dən təpəni çıxdıq, 2 yerə böldük. Aldıq oturacağı bitişik bucaqları. ADS bucağı ADS 80 üstə gəl 55, o da eləyir 135. Getdi bu. Gəldik 42-ci suala. Deməli, bu çevrənin 4-dən 1 hissəsidir. Bura mərkəzdir. OA radius sayılır, OB də radius sayılır. Həmişə bunu bilin. O 4-dən 1 hissəsi olan çevrənin O'dan A'ya radius, O'dan B'yə radius. Hələ istəsən buranı birləşdir, O'dan C'yə də radius olsun. Bax, burada bir bərabər yanlı üçbucaq var, bir dənə də burada bərabər yanlı üçbucaq var. Bu bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqlarına nöqtə qoyuram. Bu birisinin də oturacağı bitişik bucaqlarına 2 xətt qoyuram. Bax, bunlar hamısı nəticələrdir. Gəldik bura. Yenə çevrənin 4-də 1 hissəsidir. Bura mərkəzdir. OA radiusdur, OB radiusdur. OC də birləşdi, o da radius oldu. Bunlar olduğuna görə bərabər yanlıdır. Oturacağı bitişik bucaqlar eynidir, 70-70. Bu biri tərəfdə də yenə olduğu üçün oturacağı bitişik bucaqlar hər ikisi eynidir. Bunlar bərabər tərəflər, deməli bura oturacaq da oturacağı bitişiklər x olsun. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcədir. 70-dən 70, 140. Nə qədər qalır 180 olmağa? 40 dərəcə qaldı. Bura bütöv bilirik ki 90 idi. 90-dan 40-ı getdi, qaldı 50-si. Deməli, bərabər tərəflər arasındakı bucağa təpə bucağı deyirdik. Təpə bucağı veriləndə oturacağı bitişik bucağı nətər tapırdıq? 180-dən çıxırdıq o təpəni. Qalırdı 130, onu da yarı bölürdük. Tapırdıq oturacağı bitişik bucaqlar 65-dir deməli. Gəldik 44-cü suala. Yenə bu çevrənin 4-dən 1 hissəsidir. OA radiusdur, OB radiusdur. Onda bura 90 dərəcə olur. Bunu da birləşdirdik, OC də radius oldu. Bunlar bir-birinə bərabərdir. Bərabərcə oturacağı bitişik bucaqlar 80, 80, 80, 80, 160 deməli yerdə qaldı 20 dərəcə. Ondan sonra bunlar bir-birinə bərabərdir. 90-dan 20-si getdi, qaldı 70-i. Təpə bucaq 70-dir. 180-i 70-i çıxırıq, 112 ilə bölük 55, 55. Onda x 80-dən 55-in cəmi olan 135-dir. Gəldik 45-ci suala. Deməli, O mərkəzdir, O'dan çıxan OA radiusdur, OB radiusdur, OC də radiusdur. O'dan çıxan OA, OB, OC radiusdur. Bunlar bir-birinə bərabərdir. Bərabərdir, oturacağı bitişik bucaqlar eyni olmalıdır, 70, 70. Burada da yenə bərabərdir. Bura oturacaq da oturacağı bitişik bucaqlar eynidir, 50, 50. 50, 50, 100 yerdə qaldı, 80. 70, 70, 140 yerdə qaldı, 40. Hansı soruşur? ABC bucağın. ABC. Bütöv B-ni soruşur. 50 ilə 70, 120. Gəldik 46-cı suala. Bura mərkəzdir. OA radiusdur. OB radiusdur. OC radiusdur. Bunlar bir-birinə bərabərdirlər. Deməli 70-dirsə avtomatik burada 70-dir. Sonra bunlar bərabərdir. Bura oturacaqdır. 80-dirsə bura 80-dir. Ondan sonra 70, 70, 140 yerdə qaldı, 40. 80, 80, 160. 180 olmadığı bucaqlarının cəmi. 80, 80, 160 qaldı yerdə 20. AOC-ni soruşur, yəni bütöv O-nu 40 ilə 20-nin cəmi, yəni 60. Gəldik bura 47-ci suala. O'dan çıxan radiusdur. O'dan çıxan radiusdur. A, B, C. O'dan çıxan radius. Radius OB də elə radiusdur. Bunlar bir-birinə bərabərdir. Bərabərdirsə bu hissə oturacaqdır. Oturacağı bitişlər eyni olur, 68, 68. Bu biri tərəfdə də yenə bunlar bir-birinə bərabər deyə bu tərəf oturacaqdır. Bura 34-dür, burada 34-dür. X də 68-dən 34-ün cəminə bərabərdir. Gəldik bura. Mərkəzdir. Mərkəzə çıxan OA radiusdur. Çevrəyə qədər gedib mərkəzdən. Mərkəzdən çevrə xəttinə qədər gəlib. Bu da radiusdur. Mərkəzdən çevrə xəttinə bir dənə də xətt çəkirik. Bu da radiusdur. Oldu. Dayanmaq yoxdur. Bunlar bir-birinə bərabərdir. 50-dirsə burada 50-dir. Burada da bunlar bir-birinə bərabərdir. 60-dirsə bu da
60-dır. 50 50 100. Bucağın bucaqların cəmi, daxili bucaqların cəmi 180-dir. 50 50 100 yerdə qaldı 80, 60 60 120. Bu da 180 olmalıdır. 120 180-ə 120 çıxanda qaldı 60. X də 60 ilə 80-in cəmidir. O da eləyir 140. Gəldik 49-cu suala. Deməli burada bir düz bucaqlı üç bucaq görürəm. A, B, O düz bucaqlı üç bucağı görürəm. Düz bucaqlı üç bucaqda əgər deməli katet hipotenuzdan 2 dəfə balacadırsa, katet 2 dəfə hipotenuzdan balacadırsa, o katetlə üzbəyiz olan bucaq 30 dərəcə olur. Katetlə üzbəyiz durmayan iti bucaq isə 60 dərəcə olur həmişə. Bir də deyirəm, əgər katet hipotenuzdan 2 dəfə balacadırsa, katet hipotenuzdan 2 dəfə balacadırsa, o balaca olan katetlə üzbəyiz duran bucaq 60 olur. Üzbəyiz olmayan iti bucaq isə 60 dərəcə olur. Gəldik 50-ci suala. Burada da deməli belə bir şey eləyək. Bura erdirsə, burada er yazırıq. Burada düz bucaqlı üç bucaq görürəm. Düz bucaqlı üç bucaqda görürəm ki, katet hipotenuzdan 2 dəfə balacadır. Katet hipotenuzdan 2 dəfə balacadırsa, katetlə üzbəyiz olan bucaq 30 dərəcə olur. Katetlə üzbəyiz bucaq 30 dərəcə. Katetlə üzbəyiz olmadığı iti bucaqda 60 dərəcə olur həmişə. Əla.